Gece saat 3'tü. Çok yorgunum ama o video çekilecek. Yani inşallah bilmirəm. Əvvəlcə biraz makyaj edeceğim. Salamlar, o gün geldi çattı. Sizinle bir yerde gedirəm. Gün doğuşunu izlemeye o kadar heyecanlıyam ki birden tutuzdura bilmərik həmin çəkilişi, birdən gecikərik. Çox yuxulu, yorğunuydum, dura bilmirdim, amma durandan sonra enerjim yerinə gəldi. Vaxtım azdı deyə tez-tez bəzənirəm. Rəfiqəmlə bir bəyaz don seçmişdik. O dedi ki, bu sənə çox qəşəng yaraşacaq. Aytaç al. Əslində mən almaq istəmirdim, amma həqiqətən də yaxşı ki ona qulaq asmışam. Məncə mənə çox qəşəng yaraşdı. Saçlarımı da yenə belə dalğalı etdim və çıxdıq yola. Hazırsan Fəxriyə? Evet. Gedirik. Yüklərimi də götürmüsən. Sonra isə digər rəfiqəmi də götürməyə getdim. Qızlar dedi ki, məncə bir yerdə gedək. Çünki ilk dəfədə belə bir çəkiliş edəcəyik. Nə olar, nə olmaz. Biraz qorxurduq, biraz həyecanlıydıq. Amma o video çəkiləcək. Axır ki, yuxulu o da gəldi, çıxdı. Biz bilməzdik ki, gecə, yəni bu qədər maşın var. Çox təəssüf ki, gecikməyə başladıq, keyfimiz pozulurdu. Amma bəxtimiz gətirirdi, çünki günəş yoxdu hələ də və getdik, tam zamanında çatdıq. Deməli gəlmişik, artıq saat 5-ə qalıb buradayıq və günəşin çıxmağını gözləyirik, gedək bir yerdə. Gəl. Burada artıq izləri bilinirdi, günəş deyirdi ki, mən gəlirəm. Biz çadır kirayələdik, əslində dənizə girmək kimi bir fikrimiz yox idi. Amma sonra dedik ki, dəniz çox təmiz görsənirdi. Hava da çox isti idi. Ona görə dedik ki, bugün dənizə də girək. Və biz gözləyirdik günəşi. İnanın ki, bir küncdə oturub gözləyirdik. Və o çıxmaq bilmirdi. Digər rəfiqəm dedi ki, o altının yarısı çıxacaq. Biz dedik ki, yox, ola bilməz. Günəş belə gec çıxa bilməz. Və sonda o qalib gəldi. Düz dediyi saatda günəş artıq görsənməyə başlayırdı. Burada geçen mahnılar okudular. Oynamağım gəlir. Hələ gün gəlmir. Küsüb yəqin bizdən. Gözləyirik. Ona kimi Instagram hesabımız üçün biraz video şəkillər çəkməyə başladıq. Saat artıq 6-ya işləyib 20 dəqiqə, amma günəş hələ bizi salamlamaq istəmir. Gözləyirik. Ve axır ki o görüntü o kadar möhtəşəm idi ki, güneşin narin özünü göstərərək doğması çox möhtəşəm idi. Yaxşı ki gəldim, yaxşı ki onu gördüm. Fürsət olan kimi mütləq gedin bu mənzərəni yaxından izləyin. Hətta bu mənzərədə çox qəşəng bir Reels videosu çəkdik, onu da yerləşdirirəm, baxın. Ben özümde ilk defa görüyorum bu görüntünü. Biraz istedim ki təbiətin səsi ilə sizi baş-başa buraxım. Burada isə özünü daha da qırmızı rəngdə göstərməyə başlayırdı. O qədər gözəl idi ki, bu mənim həqiqətən ən çox əziyyət çəkdiyim vloglardan biri oldu. Ona görə də sizdən videonu like eləməyi, videoya aid qəşəng şərhlər yazmağı və ən əsası abunə olmağı unutmayın. Və siz gün doğuşunu izləmisiniz heç? Mənə çox maraqlıdır. Əgər izləmisinizsə şərhlərdə yazarsınız. Bəzi insanlar çox tez oyanır və sırf bu görüntünü hər sabah görmək istəyir. Amma təəssüf ki, mən o qədər yorğun oluram ki, bu qədər tez oyana bilmərəm. Amma indən sonra çalışacağım ki, arada da olsa gedin bu görüntünü görün. Bu görüntüdə o qədər qəşəng video şəkillər çəkdik ki, hamısını Instagram və TikTok hesabımda paylaşacağım. Bu arada mənim Instagram və TikTok hesabım buradakı adımla eynidir. Həyatımda ilk dəfə bu təcrübəni elədim. Gün doğulmasını sizlə bir yerdə izlədim. Artıq günəşimiz doğulub. Sizin də günəşiniz buradadır. Ya. Və belə bir çadır kirayə eləmişik. O çadırlardan birində qalırıq. İndi isə dənizə girmək vaxtıdır. Sonra həyatımda ilk dəfə velosiped sürməyi öyrənəcəm.
Yəni mənim heç ümidim yoxdur. Məncə bu gün yıxılıb şirkət olacağam. Yenə də görək də yeni həyatdır, nə bilim. Çadırımız burdadır. Artıq saat 7-dir və rəfiqələrimlə dedik ki, biraz dəniz keyfi edək. Çox yaxşı hiss etdirdi. Və birdən-birə, təbii ki, biz dənizə bir-iki dəfə girdik. Artıq növbəti dəfə dəniz çox soyumağa başladı. Mən öz adıma deyirəm ki, 3-cü dəfə artıq girə bilmədim və velosiped sürməyə gedəcəyik. Dincəlməyimiz lazımdır gedib evdə biraz. Ona görə də tez çıxmaq qərarını aldıq. Gedirik Nurlana gilə, biraz dincələk. Ondan sonra isə mənim başlayacaq velosiped macəralarım. Əvvəl dayım da öyrətməyə başlasa da, təəssüf ki, mən bacara bilməmişdim. Gəldik artıq burada Nurlana gildəyik. O mənə yayda ən sevdiyim yeməyi bişirdi. Sodalıqdım, heyecanlandım. Demək ki, bunu da vloga qoyarsan. Bu da bana yandırmış abi. Baxım. Nə eləmişəm? O qədər yorğunuyduq ki, təsəvvür edin, ümumiyyətcə yatmamışıq və dayanmamışıq. Yeməyi yedikdən sonra 1 saatlıq, cəmi 1 saatlıq yatmağa çalışdıq. Nura çox möhkəm yuxuya getmişdi. Bu da onun kuruqudur. O Koreyaya hazırlaşır. İnşallah ki, universitetə qəbul olar və istədiyi həyatı gedib orada qurar. Burada onun kiçik bir köşəsi var. İstədim bu köşəsini sizin üçün də çəkim. Divarda isə onu motivasiya edən və onun belə deyək, onun xarakterini nümayiş etdirən belə bir yazılar var idi. Bəs siz manifestləməyə inanırsınız, yoxsa çalışaraq qazanmağa inanırsınız? Bu arada notebookun rənginə ürəyim getmişdi. Məsələn, mənə desək ki, yaşıl notebook alıram, mən deyərdim, yox, yaşıl nədir? Qəşəng görsənməz, amma canlı çox qəşəng rəngi vardı. Burada da onun sertifikatları var və digər uğurları. Pomidor yumurtası çox dadlı idi. Pomidor yumurtası da yeyəndən sonra dediyim kimi biraz dincələk. Sonrası mən çay istədim. Nura dedi ki, bu istidə çay. Dedim ki, mən bir çay kadınıyım. Sən sevərsin, sevməzsin, beni ilgiləndirməz. Deməli, çıxırdıq gedək velosiped sürməyə də o məni öyrədəcək. Ay, biabırçılıq olacaq. Birdən yıxılsam. Ümid edirəm yıxılmaz. Ümid edirəm yıxılmasın. Görün nə tapdım. Takı kavanozu var. Görək burada nələr var. Deməli, bu nədir? Belə bir qolbaq var. Bu nədir? Çəyirçiyə oxşadı. Qola taxılır. Nəysə də bildiniz. Ayağa? Yox, qola taxılır. Hə. Yəni yaxşıdır. Amma mən taxmıram. Bu mən halqa sırğaları bəyənmək. Sözləri verirəm, cümləni özünüz qurun. Belə bir qolbaq. Nədir bir şey? Belə rəngli. Bunlar yayda o qədər gözəl görsənir kombin eləyəndə, hə? Çox qəşəngdir. Bunlara baxın. Sonra nə var burada? Sırğadır. Bu nədir? Patpres oxşuyur. Xüsusi əl işi adından bəzi yerlərdə 50 manata satılan o qolbaq. Baxırsan 3 günə qırılır. Bunu bəyənmədim. Sırğaydı, o niyə tutdun ki? Doğrudan. Bunlar da dediyim kimi yayda. Mənim koftamla uyuşur. Acaba nə uğurlasam buradan? Acaba nə? Belə ürəyin azsızdır olur. Ya, buna məndə də var. Bu nədir? Qolbaq. İçində dua olan o şeylər oxşuyur qolbaqlara. Şeydi o, desən... Bürc. Hə. Bürcün nədir? Qız bürcü, heç dəxilsiz yəni. Sonra belə minimalist. Onu Türkiyədən almışdım. Qəşəngdir. Bunu qəşəng kombin eləmək olar, hə? Qızıldır? Yox. Oha, qapı üzümüzə girdi. Sonra belə sırğanı bildik. Bu nədir? Hə, bu da qolbaqdır. Sonra belə bir sırğadır. Mən ərəb obraz yaradacağam. Bunu istəyəcəm səndən. Göstərsənməz.
Ay səni. Mənə belə başım boyda sırğalar çox qəşəng qalır da. Mən də sevirəm böyük. Ürəyim gedir başım boyda sırğalar üçün. Patpres. Sırğat. Əsl sənin tipindir bu. Sonra nə var? Ürəyim sizinlə. Belə bir sırğa çıxdı. Taco kavanozuna bu qədər şey çıxır. O da sırğat. Oy şey. İlana oxşuyur. Üzük. Sonra görək var. Hələ var. Sırğanın tayı. Bu da qəşəng yaraşır mənə. Bunu bayaq göstərdim. Bunu da gördünüz bayaq. Bunlar da o göstərdiklərimin taylarıdır. Bir dənə burada fərqli belə bir şey var. Bundan. Bəyəndiniz? Məncə həm böyük sırğalar, həm balaca, həm kokoş, həm sadə. Hər şey var. Bəyənilsin bu takı kavanozu. Zəhmət olmaz. Like. Çox az dincəldikdən sonra gedirik velosiped sürməyə. Mən çox həyəcanlıyam. Amma o yox, çünki o uzun müddətdir ki, velosiped sürür. Hətta səhv eləmirəmsə 2 gündən bir saat 5-də Bayıl tərəfə gedir və orada yəni komandalar var. Gedirlər, velosiped sürürlər. Burada isə özümü gördüm. Deyəsən o da mənim kimi işləməkdən yorulan. Bu arada mən kuklaları, oyuncaqları çox sevirəm, biləsiz. Marketə gəldik, dedik bir su alaq, çünki yolumuz biraz uzundur. Çox uzun deyil əslində, amma yəni su lazımdır, çünki velosiped sürəcəyik. Gözümüzə burada belə minnoş bir top sataşdı. İngiliz bir şey deyəz də. Doğrudan. Peki su üstüne oynamaq üçün də. Gəldik, çatdıq bulvara. Nura dedi ki, burada velosiped sürək. Dedim, nə? Sən istəyirsən ki, mən cəmaatın içində biabır olum. Onsuz da yıxılacağam. Gedək biraz uzağa. Bəzi adamlar dedi ki, Aytaç xanım, birinci dəfədən velosiped sürməyi öyrənə bilmərsiniz. Siz dəfələrlə yıxılmalısınız. Yəni adamlar var onu bir aya öyrənir. Gəldik artıq. Demək olar ki, bir gündür yatmırıq bu vlogu çəkmək üçün. Və vlogumuzun sonunda velosiped sürəcəyik. Baxın, orada velosipedlər var. Amma mənim boyuma görə məncə bu velosipedlər balacadır. Rəfiqəm deyir ki, yox, elə bundan öyrədəcəm. Gəl seçək. Məncə yenə deyirəm, bunlar balacadır. Dın dın dın. Yox, hündürdür. Mən bunu yerindən tərpə edəmirəm. Mən bunu necə sürəcəm? Ya da bunu. Nəysə, bu son vlogum ola bilər. Sizləri çox sevirəm. Kanalımı like eləməyi, abunə olmağı və şərh yazmağı unutmursunuz. Çünki həqiqətən bu vlogda çox böyük əziyyət var. Sən sürəndə çox belə asan izah elədin, amma da əlimə toxunamadım. Yaxşı. Bunu belə qoymuşam. Amma bu səhvdir. Amma bu yanlış. Sağ ayağınızı atırıb, solu yerdə saxlayın. Solu yerdə saxlayın. Ha, bu bir minim də bir. Aha. Birinci çıxım üstünə. Aha. Ayağını pedala qoy. Və bunu düz tuturam. Düz tut Amma hiss edirəm ki, mən bunu əyirəm. və yerə bax. Yaxşı, mən də düz dur. Düz məndən dur. Biraz da belə dur. Asa. İlk denememi yapıyorum. Ümid edirəm bacararsan, məsələ inanıram. Arxa-arxaya ver, pedalı arxaya ver. Yox, pedalı ayağınla belə arxaya şeylə. Düzəlt onu, ayağını yaxşı qoy ki, basan kimi gedəsən. Yox. Səhv elədim, hə? Bu tərəfdən öyrətmişdin bu ayağımla, amma mən bu ayağımla gəlirəm. Gəlirəm, ha. Gəl. Ayağını sürən kimi, Ha. yəni bassa, zaten pedalı yəni sürə-sürə o gedəcək. Yaxaram, ha. Yıxılmaz. Nə edirsən mənsiz? İlk tibbi yardımı göstərər. Yaxşı. Mənlə üzbəüz durmaq istəyirəm. Çox istəyirəm. Ayaq yerdə qalsın. Sol ayaqdan. Mən sağ Pedala qoyma. mən
Bax, izləyicilərimə soruşmaq istəyirəm ki, yaxşı velosiped sürənlər mənə necə öyrədərdiniz? Məsəl üçün, mən at çapmaqdan heç vaxt qorxmuram da, mənə həzz verir. Amma velosipedi sürməyi bilmirəm. Bunu mənə öyrədə bilmirlər. Bu tam gedəndən sonra mən dəstək verirəm o birisinə. Bəli, hələ ayağını qoymursan, aslan, onu yerdə saxla. Aha. Onu itələ və o birini qoy. Ay, qız! Olacaq. Yoxsa özünü itirirsən. Ayağıma baxmıram. Sürürdün. Qorxuram amma. Qorxulu yeməz. Tamam. Yenə onu güzel pedalı arxaya ver. Bundan başlayayım bəlkə. Aha, yaxşı. Böyük bir kəşf eləməyi öyrənmişəm uşaqlar. Bu pedalı belə arxaya eləməyi öyrəndim. İşte bu qədər. Məncə bir şey bacarmaq üçün birinci, yaxın gələ bilərsən. Məncə bir şey bacarmaq üçün birinci inanmaq lazımdır. Bir də o qorxunu yerə qoymaq lazımdır da. Məndə mövzu bura... Evin kösəməni sor. Məndə mövzu burasındadır ki, məsələ burasındadır ki, mən həm burada bax sabit dayana bilmirəm, həm də qorxuram. Bunları yensəm öyrənə bilərəm. Bəlkə bir gələn dəfə izləyicim mənə velosiped sürməyi öyrətsə ki, hə? Bəlkə özünə güvənən izləyicim var, deyir ki, Aytaç xanım, mən sizə velosiped sürməyi öyrədərəm. Bugün öyrənə bilməsəm, ondan öyrənim. Yox. Mən də ona öyrənmək istədiyi bir şey öyrədərəm. Ödəşərik. İlahi, yıxıldım, durdum, açdım, qorxdum, nə etdimsə olmadı ki, olmadı. Mən bu velosipedi sürə bilmədim. Kimsə desə ki, Aytaç, mən səni yaxşı velosiped sürməyi öyrədirəm. Bəlkə də vloglarımın birini onunla çəkərəm. Burada da yenə gülünç vəziyyətdəyəm, gördüyünüz kimi. Ancaq ya gülürəm, ya yıxılıram. Əsamız. Hay Allah, bugün dənizdə qaralmışam. Gördüyünüz kimi. Çox da bacara bilmədim. Çünki mənə elə gəlir ki, mən istəmirəm. İnsan istəməyəndə çox da bacara bilmir axı. Amma maraqlıdır. Bəlkə də gələn dəfələrdə ya da insanların az olduğu yerdə burada insanlar çoxdur və baxanda insan belə tədirgin olur. Həyatımda bu qədər hər hansısa bir vlogda yorulmamışdım. Həqiqətən çox yorulmuşdum. Ən əziyyətli vloglarımdan biri ola bilər. Velosiped sürməyi öyrənə bilmədim. Ona görə ki, deyirlər ki, ilk dəfədən heç vaxt iki təkərli sürə bilmərsən. Çoxlu yıxılmalısan, çoxlu öyrənməlisən. Amma gün batımındakı videolarım çox xoşuma gəldi. Bəlkə gələn dəfə velosiped sürməyi öyrənərəm, bilmirəm. Bəlkə izləyicilərimdən kimsə öyrətmək istəyər. Sizlə bir yerdə vlog çəkərik. Yəni videomu bəyənməyi, kanala abunə olmağı və şərh yazmağı unutmayın. Unutmayın ki, tez-tez vloglar paylaşmağa başlamışıq. Hər şey üçün təşəkkür edirəm sizə. Sağ olun.